Qaranlıq gecənin səsi qədim Azərbaycanın bir küncündə, dağların sərt qoynunda, ucsuz-bucaqsız düzənliklər və axan çay sularının sərinliyində yerləşən Məhəmmədbəy kəndi illərin ağırlığını, ataların hikmətini və insan ruhunun ən dərin sirlərini özündə cəmləşdirən böyük bir roman kimi davam edirdi. Hər səhər günəşin qızılı şüaları dağların zirvəsindən aşağı süzülər, kəndin dar daş yollarının, qoca palıd ağaclarının sərin kölgələrini və torpağın nəm, zəngin ətirini oyandıraraq sakinlərə yeni bir başlanğıc və ümid bəxş edirdi. Lakin son zamanlarda kəndin səmimi ürəklərində qaranlıq bir kədərin, bəlkə də unudulmuş xatirələrin ağırlığının sanki hər küncdə, hər daşda və hər yarpaqda öz əksini tapdığı müşahidə olunurdu. Məhəmmədbəy kəndinin sakinləri atalarının öyrətdiyi dəyərlərə, sevgi, mərhəmət, ədalət və dürüstlük kimi qiymətli sərvətlərə sadiq qalıblar. Hər kəs keçmişin ağır xatirələrini və gələcəyin ümid dolu arzularını ürəklərində saxlayaraq həyatın hər çətinliyini sevgi və inamla qarşılamağa çalışırdı. Lakin kəndin sakitliyi və ənənəvi harmoniyası son zamanlarda qarşılarına çıxan kədərli hadisələrlə sarsılırdı. Hər kəs bəlkə də bu qaranlıq gecənin səsinin qəlbində yığılan dərindən kədərin əksini hiss edirdi. Kəndin hörmətli adamlarından biri olan Rafiq bəy uzun illərin təcrübəsi ilə həyat böyük bir roman kimidir, amma bəzən səhifələri qaranlıq, sözləri kədər dolu olur. Bizim vəzifəmiz bu qaranlıq anlarda belə atalarımızın işıq saçan dəyərlərini ürəklərimizdə yaşatmaqdır, deyərək insanlara sülh və inam bəxş edirdi. Rafiq bəyin sözləri köhnə ocaq kənarında, palıd ağaclarının sərinliyində hər kəsin qəlbində sanki biraz işıq doğururdu, lakin hələ də qaranlıq gecənin ağırlığı bütün kəndi bürüyürdü. Günlər bir-birinin ardınca keçərkən kəndin ucsuz-bucaqsız düzənliklərində, kimsəsiz tarlalarda və soyuq çay kənarlarında hər kəs keçmişin ağır acılarını və unutulmayan xatirələri yad edirdi. Gecələr ulduzların sönük işığında, kəndin dar daş yollarında hər addım, sanki itirilmiş arzuların, qırılmış ümidlərin və kədərin sədası kimi səslənirdi. Bu kədər yalnız fiziki çətinliklərdən deyil, həm də insanların öz içlərində yaşadıkları və unudulmuş acı xatirələrdən qaynaqlanırdı. Kəndin gənclərindən biri olan Tural, uşaqlıqdan bəri atalarının nağıllarında eşidilən qəhrəmanlıq və mərhəmət hekayələrini sevir, hər zaman öz qəlbində bir işıq tapmağa çalışırdı. Lakin son zamanlarda Turalın ruhunda sanki sönən ümid, qaranlıq gecələrin ağırlığı və dərin kədərin səsi eşidilirdi. O, hər gün kəndin dar daş yollarında gedərkən başına gələn hər kiçik hadisəni, uğursuzluqları, itkiləri, bəzən də özünə qarşı olan sərt tənqidlərini ürəyində hiss edir. Lakin o, hələ də atalarının öyrətdiyi kimi, sevgi və mərhəmət işığını tapmağa çalışırdı. Bir gün Tural kəndin mərkəzindəki kiçik ocaq kənarında oturmuş, uzaqlara baxarkən qəlbində yığılan kədərin dərinliyini hiss etdi. O, sanki hər bir daşın, hər bir ağacın və hər axan çayın özündə bir hekayə gizlətdiyini, bəzən də bu hekayələrin qaranlıq, unudulmuş xatirələri olduğunu düşündü. Əgər həyatın səhifələri belə qaranlıq və kədərli olsa da, biz bu qaranlığı sevgi və mərhəmət işığı ilə yandırmalıyıq, deyə öz-özünə düşündü Tural. O, özündə sarsılmaz bir qərara gəldi. Bu qaranlıq gecənin səsinin, atalarının işıq saçan dəyərlərini və unudulmuş ümidləri yenidən canlandırmaq üçün nələr etmək lazım olduğunu araşdırmalı idi. Turalın fikirləri arasında ən çox ona təsir edən hadisələrdən biri kəndin yaxınlığında yerləşən köhnə kilsənin zirzəməsində saxlanılan illərdir unudulmuş, köhnə sənədlərdən ibarət bir kolleksiyaya rast gəlməsi idi. Bu sənədlər arasında atalarının keçmişdə yaşadıkları böyük qəzəblər, itkilər və acı hadisələr də yer alırdı. Lakin o sənədlərin içindən eyni zamanda atalarının ədalət, mərhəmət və ümidlə dolu sözləri də yazılmışdı. Tural bu sənədləri diqqətlə oxuduqca qəlbində sanki bir işıq yandı və o, həyatın ən qaranlıq anlarında belə insanın içində əbədi bir ümidin var olduğunu anladı. Bu kəşf Tural üçün yalnız keçmişin xatirələrini xatırlatmaqla kifayətlənmədi, həm də kəndin gənclərinə və yaşlılarına qarşı böyük bir məsuliyyət hissi oyatdı. O, kəndin meydanında bütün sakinlər bir araya gəldiyi an səmimi və dərin səs tonunda danışdı. Əziz qardaşlarım və bacılarım, həyatın səhifələri bəzən qaranlıq, bəzən isə parlaq olur. Lakin unutmayaq ki, hər kədər, hər acı içimizdə yeni ümidlər doğurur. Atalarımızın bizə buraxdığı bu müqayisə olunmaz dəyərlər, sevgi, mərhəmət və ədalət işığı ilə biz bu qaranlığı sönməyə qoymarıq. Hər birimiz həyatın çətin anlarında belə qəlbimizdə yanan o əbədi işığı tapmaqda bacarıqlıyıq. Turalın sözləri kənd meydanında toplanan hər kəsin ürəyində dərindən rezonans doğurdu. İnsanlar atalarının öyrətdiyi dəyərləri, keçmişin ağır dərslərini və gələcəyin parlaq ümidlərini yenidən xatırlamağa başladılar.
Kəndin yaşlıları qoca ağacların kölgəsində oturub, unudulmuş xatirələri və ataların nağıllarını gənclərə danışırdılar. Hər kəs həyatın ən qaranlıq anlarında belə sevgi və mərhəmət işığının sönməyəcəyinə inandı. Bu hadisədən sonra kənddə tədricən dəyişikliklər baş verdi. Turalın təşəbbüsü ilə kənd sakinləri atalarının yazdıqlarını, nağıllarını və hikmət dolu sözlərini yenidən topladılar. Köhnə kilsənin zirzəməsində saxlanılan sənədlər diqqətlə oxundu. Hər bir söz, hər bir cümlə sanki qaranlıq gecələrin içində itirilmiş ümidləri yenidən canlandırırdı. Kəndin gəncləri Turalın rəhbərliyi ilə atalarının mirasını qorumaq, gələcək üçün yeni ümidlər yaratmaq məqsədi ilə müxtəlif tədbirlər təşkil etdilər. Onlar kəndin dardaş yollarında, palıd ağaclarının sərin kölgəsində və axan çayın yanında bir araya gələrək keçmişin dərslərinin, acı xatirələri və sevgi ilə dolu gələcək planlarını müzakirə etdilər. Bütün bu proseslər kənddə müqayisə olunmaz bir yenilənmə, ruhun və ümidin bərpası kimi qiymətləndirildi. İnsanlar hər kədərin ardında gizlənən qiymətli dərsləri, hər acının içində doğan yeni ümidləri görməyə başladılar. Kəndin ən qürurlu ailələrindən olan Məmmədovlar Turalın təşəbbüsü ilə öz tarixlərini və atalarının öyrətdiyi dəyərləri gənclərə ötürmək üçün xüsusi tədbirlər təşkil etdilər. Bu tədbirlər zamanı hər kəs keçmişin acılarını, kədərini və itkilərini danışaraq onların arxasında yatan sevgi və ədalətin işığını tapmağa çalışırdı. Lakin bütün bu yenilənmə və ümid sınaqları arasında kəndin qəlbində hələ də bəzən qaranlıq kölgələr dolaşırdı. Hər kəs həyatın çətin anlarında itirilmiş sevgi və ümidin sədasını eşidirdi. Qaranlıq gecələrdə təkcə ulduzların sönük işığı deyil, bəzən ürəklərdə yığılan dərin kədər də öz izlərini buraxırdı. Lakin bu qaranlıq anlar kənd sakinləri üçün keçici idi. Onlar bilirdilər ki, ən böyük ümid və sevgi qəlbdə yanan o müqayisə olunmaz işıqdır. Bir neçə il sonra Tural və onun rəhbərliyi ilə kəndin hər küncündə, hər evdə ataların öyrətdiyi dəyərlər yenidən canlandı. Kəndin hər bir sakini həyatın ən çətin anlarında belə sevgi, mərhəmət və ədalət işığının sönməyəcəyinə inandı. Qaranlıq gecələrdən sonra günəş yenidən qızılı şüaları ilə doğdu, tarlalar canlandı, axan çaylar sərinləndi və palıd ağaclarının yarpaqları yenidən yaşıl rəng aldı. Beləliklə, Qaranlıq Gecənin Səsi adlı bu dastan Məhəmmədbəy kəndinin dardaş yollarında, qoca ağacların sərin kölgəsində və axan çayın sularında əbədi iz buraxdı. Kənd sakinləri həyatın ən ağır anlarında belə qəlblərində yanan o müqayisə olunmaz işığı, atalarının öyrətdiyi dəyərləri və gələcəyin ümid dolu arzularını itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam etdilər. Bu nağıl yalnız bir kədərin, yalnız qaranlıq gecələrin sədası deyildi, o, hər kəsin qəlbində doğan ümid, sevgi və mərhəmətin, keçmişin ağır dərsləri ilə gələcəyin müqayisə olunmaz dəyərinin təcəssümü idi. Hər kəs həyatın hər səhifəsində, hər cümləsində qəlbdə yanan o əbədi işığı tapdıqca öz nağılını yenidən yazır, qaranlıq gecələrin səsini sevgi və inamla dəyişdirirdi. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların səmasını bəzəyən o sakit gecələrdən Məhəmmədbəy kəndinin hər kəsi qaranlıq gecənin səsi dastanını ürəklərində daşıyır, atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini xatırlayırdı. Bu dastan bütün insanlara həyatın ən çətin anlarında belə sevgi, mərhəmət və ədalət işığının sarsılmaz gücünü göstərir, qəlbdə yanan o müqayisə olunmaz işığın hər zaman ümid və inamla dolu olduğunu xatırladırdı. Beləcə Məhəmmədbəy kəndi bütün çətinliklərə baxmayaraq atalarının öyrətdiyi dəyərlərə sadiq qalaraq sevgi və inamın sarsılmaz işığı ilə hər səhifəsini yazmağa davam etdi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və dəyər işığını itirmədən öz nağıllarını sevgi və inamla davam etdirəcəklər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, insan qəlbində yanan, ədalətə, mərhəmətə və sevgiyə sadiq qalan o müqayisə olunmaz işıqdır. Bu işıq hər bir kədərin, hər bir acının ardında doğan dərin dərsləri və yeni ümidləri özündə daşıyır, insan ruhunun sarsılmaz gücünü təcəssüm etdirirdi. Beləliklə, Qaranlıq Gecənin Səsi adlı bu dastan Məhəmmədbəy kəndinin tarixinə hər bir sakinin qəlbində əbədi izlər buraxaraq gələcək nəsillərə həyatın hər çətin anında belə sevgi, mərhəmət və inamla irəliləməyin nə qədər vacib olduğunu öyrətdi.